Deməli, dərsimizin bu hissəsində biz sizlərlə baxacağıq siyahılarda dövrlərin qurulması məsələsinə və bu hissədə bizim işimiz asan olacaq. Niyə görə? Çünki siyahılarda dövrlərin qurulması eyni ilə sətirlərdə olduğu kimidir. Eyni ilə sətirlərdə olduğu kimidir və bir xatırlatma etsək, biz sətirlərdən bağlı for dövrünə iki cür girə bilirdik. Bizim birinci üsulumuz, birinci metodumuz necə idi? For parameter in siyahının adı. Belə bir yazılış forması qoşa nöqtə. For in deyirdik də ona. Nümunəsində göstərəcəyik. Deməli, bax, bu yazılış formasında eyni ilə sətirdə olduğu kimidir. Bu yazılış formasında parametrin, yəni dövr parametrinin aldığı qiymətlər birbaşa siyahının elementləridir. Siyahının elementləridir. Yəni, nə demək istədik? İndi burada lap istəsək print i də yaza bilərik. Əlbəttə printi kiçik hərflə yazmaq şərti ilə. Qarşısına bir şey atıq hələ ki. Bu formada print i deyəndə ki, i bizdə burada nədir? Parametrdə. Parametr, dövr parametri. İndi gəlin buna aid bir nümunə göstərək. Məsəl üçün belə bir A siyahısı özümüzdən tez bazar bir şeylər hazırlayaq. Məcbur deyil. Hamısı iki rəqəmli olsun bu formada. For i in A. In A. For i in A. Yəni A siyahısının daxilində. Bax, burada i-nin qiymətləri birbaşa siyahının elementləridir. 14, 25, 36, 12 və 125. For i in A yazılışında və əlbəttə ki, biz proqramı run etsək bu formada və nəticəyə baxsaq, bu forma nəticələr görə bilərik. Nəticənin alt-alta çıxmağı ayrı-ayrı printlər end parametri yoxsa müxtəlif sətirlərdə olmalıdır. Bura biz end parametri atıb, daxilinə də bir boşluq versək, bu formada yazdığımız kimi də ekrana çıxarda bilərik. Bu birinci məsələ. For i in A yazılışı. Birinci üsul. İkinci üsulumuz isə siyahılarla bağlı indekslə işləməkdir. Eyni ilə sətirlərdə olduğu kimi. Bunu da ümumi bir xarakterizə etsək, for parameter in range len siyahının adı bu formada qoşa nöqtə və burada da print siyahının adı kvadrat mötərizə parametr. Kvadrat mötərizəndə bağlayıram. Belə bir yazılış forması demişdik sizlə sətirlərdə. Gəlin bir daha da konkret nümunə ilə izah edək. Deyək ki, belə bir A siyahısı var bizdə yenə də bu formada. Bax, yazıram ki, for i in range. For i in range. Len A-ya qədər bu formada. Len A-ya qədər. Qoşa nöqtə. Və burada baxın, i-nin aldığı qiymətlər nədir? Əvvəla ki, bir daha deyirəm. For in range yazılışında əgər birinci parametri yoxdursa 0 deməkdir. Len A-ya qədər, Len A özü daxil deyil, addım yoxdursa 1 deməkdir. Yaxşı, bizim lenimiz misalda, yəni siyahının elementlərinin sayı 1, 2, 3, 4, 5-ə bərabərdir. Yəni 0-dan 5-ə qədər bir addımla, yəni 0, 1, 2, 3, 4, 5 özü daxil deyildir. Və burada mən əgər print i yazsam, gözəl insanlar, onda ekrana nə gedəcək? 0, 1, 2, 3, 4. Mənə lazımdır 14-ü alım oradan. 25-i alım oradan. Ona görə print i yazan mənəm. I burada həmən elementlərin indekslərini xarakterizə edir. Yəni 14-ün indeksi 0-dır. Birinci dövrdə zaten bizim i'miz də 0-dır. 25-in indeksi 1-dir. İkinci dövrdə i'miz 1-dir. Ona görə də mən bura i yox, a kvadrat mötərizə i yazmalıyam. Yenə də i-nin qiymətləri 0, 1, 2-dir. Amma
A0 artıq A0 i'yə 0 qoyanda burası nə alınır? A0. A0 nədir? A siyahısının 0-cı indeksində duran element, yəni 14. Növbəti dövrdə i1-dir. A1 nədir? 25. A2 nədir? 36. A3 12 və A4 125. Bu formada biz elementləri əldə edə bilərik. Şimdi bura yanına bir end ataq bu öz yerində və proqramı run edək və görəcəksiniz ki, eyni nəticəni biz almış oluruq. Bax, bu siyahılarla bağlı dövrlərin qurulması, sətirlər mövzusunda da bunlar qeyd olunub. Eyni məntiq, eyni mənaya gələn suallardır. Yəni, daha doğrusu üsullardır. Ona görə də bu hissədə çox qalmıram. Yəni sətirlərdə də bunlar geniş şəkildə izah olunub. Mən istəyirəm ki, indi bu dövrlərlə bağlı sizə bəzi nümunələr göstərim, bəzi nümunələr. Məsələn, sadə bir nümunə ilə başlayaq. Deyək ki, bir A siyahısı verirəm 145, 123, 20, 26, 39, nə bilim 500, 653. Bax belə bir siyahı verib və məsələnin şərtini belə qoyur ki, A siyahısının 100-dən böyük elementlərinin sayı. A siyahısının 100-dən böyük elementlərinin sayı. Standart qaydalarla say bərabər 0. Dövrə girək. For i in A. Bu yazılışda i-nin qiymətləri nədir? 145 birinci dövrdə, ikincidə 123, üçüncüdə 20, daha sonra və s. da uzatmıram. Və yoxlayaq. 100-dən böyük demədimmi? If i böyükdürsə 100-dən qoşa nöqtə. Saymaq üçün də say bərabər say üzərinə gələk 1 və print say. Bu formada versək 100-dən böyük elementlərin sayı 3 dənə 145, 123 və 653 olmuş olacaq. Və eyni misalı biz foreign range ilə də yaza bilərik. Yəni indi bunu foreign range-ə buradaq bu formada. Yenə də say bərabər 0. For i in range getsin Lenaya qədər. Yəni 0-dan Lenaya qədər bir addımla. If əgər bax AI yazmalıyıq burada. AI i indeksdir. AI elementdir. Ən çox çaşdırılan məqam şagirdlər tərəfindən. Əgər 100-dən böyükdürsə qoşa nöqtə, onda say bərabər say üzərinə gələk 1 və print say bu formada. Və run etsəm yenə də nəticəni 3 almış olacam. Hər ikisinə aid istədim yazdım, hər iki nümunə ki, biz əlimiz öyrəşsin. Daha sonra məsələn sənə hansı rahatlıqla istifadə edə bilərsə, əlbəttə ki, sualın şərtində indeksdən bağlı bir şey deyirsə, mütləq foreign range işləyəcək. Foreign range mütləq indeksdən bağlı. Demirsə, foreign aynı da rahat-rahat gedə bilərik. O da öz yerində. Başqa başqa bir nümunəyə istəyərdim sizlərlə baxın. Məsəl üçün elə bu A siyahısını götürək. Bax bu A siyahısını götürürəm, atdım bura və deyək ki, bir siyahını uzadıram. Məsələn 360 və məsələyə belə bir şərt qoyuram ki, verilmiş A siyahısıdır da bu bizdə. Verilmiş A siyahısının deyək ki, tək elementlərinin cəmi ilə cüt elementlərinin sayının hasili. Yəni təklərin cəmini tapırıq, cütlərin sayını tapırıq, yekunda onların hasilini bizdən istəyir. Gəlin baxaq. Demək ki, burada bizə nə lazım? Bir cəm lazım olacaq, cəm bərabər 0. Bir hasil lazım olacaq, hasil bərabərdir 1. Və girək dövrə, məsələn, for i in A. Burada artıq i elementlərin özləridir. Cütlərin nə demişdik? Təklərin cəmi. Onda if i faiz 2 bərabər 1 olarsa, cəmi üçün cəm bərabərdir. Cəm üzərinə gələk i. Və əgər cəm i'miz tək deyilsə demək cütdür. Ona görə birbaşa else yazmaq olar burada. Cütlərin də nə edirdi? Cüt elementlərin sayı. Demək say bərabərdir. Say üzərinə gələk 1. Sayanda üstünə 1 gəlirik. Və yekunda birbaşa printə də yaza bilərik ki, print cəm vuraq say.
Yəni cüt elementlər, təklərin cəmi ilə cütlərin sayı. Burada hasil yazmışam, hasil yox. Bizə nə lazım idi? Say lazım idi da. Say bərabərdir nə? 0. Bu formada yazaq, problem olmasın. Deməli, bu formada bəli, nəticədə 3255 olmuş olur. Demək nə idi bizdə? Tək elementlərin cəmi 145, 123, 39, 653, 125. Bunları cəmləyib vurub cütlərin sayına. Yəni 1 və 2 və 3 dənə də cütümüz var bu formada. İndi eyni məsələni foreign range ilə də yazmaq olar əlbəttə ki, mən də uzatmıram çünki range-ə aid yenə də bir nümunə göstərəcəyik sizlərlə. Gəlin indi bu siyahı ilə bağlı başqa bir nümunə deyək, başqa bir nümunə deyək. Məsələn, belə bir siyahı verib deyək ki, bizə və nə istəyir bizdən? Gəlin ona baxaq. Deyir ki, məsələn, verilmiş, yəni A siyahısının da verilmiş siyahının eee deyək elementlərinin ədədi ortası desəm çox rahat olacaq. Ədədi ortasından kiçik elementlərini ekrana çap edən proqram. Çap edən proqram bu formada. Demək, ədədi ortasından kiçik elementlərini ekrana çap edən proqram. Məsələn, belə bir şey deyək ki. Və əvvəla ki, ədədi ortanı tapmaq üçün bizə nə lazımdır? Siyahının elementlərinin cəmi lazımdır. Bir də sayı lazımdır. Əgər o cəmi saya bölsə, ədədi ortağı tapa bilərik. Cəm və say üçün də dövrə girməyə ehtiyacı yoxdur. Çünki cəmi tapan bizim sum funksiyamız var. Elementlərin sayı da ki, lendir də uzunluğu. Ona görə də orta bərabərdir. Sum A bölək len A. Bu bizə ədədi ortanı verəcək. İndi bizə nə deyir? Deyir ki, ədədi ortadan kiçik elementlərini dövrə girək. For i in A. Girdim dövrə. Və burada i-nin qiymətləri artıq nədir? A siyahısının elementləri. Yoxlayaq. If əgər i ədədi ortasından kiçik elementlər kiçikdirsə orta boşa nöqtə ekrana çap etdirir də print i bu formada. Və bu formada run etsək burada demək bax bu elementlər ədədi ortadan kiçik imiş. Yəni bir ədədi ortanın özünü də verək ekrana. Görək ədədi ortanı ümumiyyətlə neçə tapır bu? 186 üstüdən 186 tam 1000-də 375 tapır. Və ondan kiçik elementlər də 145, 123, 20, 26, 39 və 125. Yəni belə bir nəticə. Bax, yenə də işlətmək olar. İndi dövrlərlə bağlı başqa misallar istəyərdim sizlərlə göstərim. Dövrlə bağlı nümunələrə baxmağa davam edək. Məsələn, belə bir dövr verirəm, belə bir daha doğrusu siyahı verəcəm. Deyək ki, 145 siyahı da verib, daha sonra 324 verək, daha sonra 361 verək və verəcəm bir də 780 4. Bax, belə bir siyahı vermişəm və bu siyahı ilə bağlı bizdən nə istəyir ona baxaq. Demək ki, A siyahısının elementlərindən ilk və son rəqəminin cəmi sadə olanları ekrana çap edən proqram. Belə bir proqram kodu deyək. Bu ilk son məsələsi ilə bağlı, rəqəm məsələsi ilə bağlı biz keçən dəfə kifayət qədər sizlərlə danışmışıq və gəlin baxaq. Əvvəla girək dövrə. For i in A hər bir elementi alaq oradan. Və ilk son rəqəm deyirsə, mütləq bizim ağlımıza string gəlir. Stringlə götürsək, stringə çevirsək, i bərabərdir string i formada. For in A, i bərabərdir string i.
Çevirdim stringə. Yəni burada for in A-da in-in birinci qiyməti nədir? 145. Biz onu stringə çevirdik. Nə aldıq? Dırnaqda 145. Artıq stringdirsə indeksə müraciət edə bilərik. İndeksinə müraciət etsək həmişə ilk rəqəm sıfırıncı indeksdir, son rəqəm mənfi birinci indeksdir. Onda bunları cəmləsək, cəm bərabərdir. I kvadrat mötərizə 0 üzərinə gələk. I kvadrat mötərizə mənfi 1. Belə bir cəm. İndi bax burada i0 nə verəcək? 145-in birinci rəqəmini dırnaqda 1, 1 yox ha, dırnaqda bir stringdir. Üzərinə gələk. 145-in mənfi birinci indeksi, yəni dırnaqda 5. Bunları da toplasam alacam dırnaqda 15. Amma məsələ məndən bunu elə istəmirdi. İlk və son rəqəmin cəmi, yəni 1 ilə 5-in cəmi 6. Demək, ona nə etmək lazımdır? Bunu intə çevirmək lazım, gözəl insan. İntə çevirirsən. Və bunu da intə çevirirsən. Və tiplərdə keçid məsələsi buna görə önəmlidir. Stringə fırlatdım, indeksə müraciət elədim, təzədən fırlatdım intə. Artıq bu formada yazanda mən 1-in üzərinə 5 gələcəm və 6 tapacam. Buraya qədər həll olundu. Və daha sonra məsələnin geri qalan hissəsi sadə olanları. Sadənin tapılması qaydası da bizim standart şablonumuzdur. Kitabımızın 67-ci sualı, yazı işi. Ədədin sadə onu tapmaq üçün biz nə edirdik? Qaydamız nədir? Bölənlərini sayırdıq. Ona görə say bərabər 0. Girirəm dövrə for i in range. Ədədin bölənləri başlayır 1-dən ədədin özünə qədər. Cəm üzərinə gələk 1. Və əgər if cəm faiz, burada i eləməyək, çünki i burada var, qarşılığı olmasın, for j eləyim burada. If cəm faiz j bərabər 0 olarsa, onda say bərabər say üzərinə gələk 1. Bölənləri saydım, dövrdən çıxdım. If əgər say bərabər 2-dirsə, onda bu ədəd sadə ədəddir. Onu verək ekrana. İndi bax, burada özümüz baxsaq, deməli, cəmi 6 tapdı. Say 1, girdi bölənləri saydı. 6-nın bölənlərinin sayı 2 deyil. 1 var, 2 var, 3 var, 6 var, 4-dür. Onu da ekrana verməyəcək. 3 ilə 4-ün cəmi 7. 7-nin bölənlərini saydı. 2-dir, 1 və 7-dir ancaq və ekrana verməlidir. 361, 4 sadə deyil, verməyəcək. 784-də 7 ilə 4, 11 verəcək. İndi gəlin baxaq nəticəmizə. Baxırıq gözəl insanlar və 324 ilə 784 ekrana verilir və əlbəttə ki, doğru bir nəticədir. Problem varmı? Və belə bir üsul, belə bir qaydalarla işləmək olar. Demək ki, proqramları yazmaq gözəl insanlar ayrı-ayrı metodları və şablonları, üsulları dəqiq bilməklə olur. Biz keçən dəfə çox yazdıq buna aid bir nümunələr ki, ədədin rəqəmlərinin alınması, rəqəmlərini müraciət etmək. Stringə çevirdik. Sıfırıncı indeks mənfi ilk son rəqəm. Nə desə problem yoxdur. Aldım onu, təzədən int edib cəmlədim. Və cəmlədimsə, artıq geri qalan hissə, bax bu hissə isə ədədin sadə olub olmadığını yoxlayan proqram kodudur, gözəl insanlar. Yəni bu qədər bəsit. Ayrı-ayrı, ilk baxışda çətin gələ bilər, amma ayrı-ayrı baxanda məsələ çətin deyil. Mən nümunələr davam eləyəcəm. Burada istəyərdim ki, indi siyahılarla bağlı müxtəlif illərdə qəbula düşmüş suallardan baxaq. Məsələn, 3 iyun 2023-cü il qəbulunda belə bir sual var. Baxın, siyahısının elementlərinin ilk və son rəqəmlərinin cəminin 2 mislini hesablayıb çapa verən proqram. Bu daha rahatdır deyə düşünürəm. Belə bir siyahı verib və 2 mislini deyir. Hər bir elementin. Girdim dövrə for i in A. İlk və son rəqəmlərinin 2 misli deyirdi. Bax, ilk və son rəqəmlərinin cəminin 2 misli. Cəminin 2 misli. Onda cəm bərabərdir. Mötərizə açacağam. 2 vuraq. Mötərizə açdım. Mötərizə açdım. Int. Amma əvvəl stringə çevirək. I bərabər stri ki, indeksə müraciət edə bilək. İndeksə müraciət edə bilək. Int. I-dən neçənci indeks? Sıfırıncı indeks. Üzərinə gələk. Int. I-dən
mənfi birinci indeks və alınan cəmi də vurdum nəyə? 2-yə və print cəm. Və bu formada yazsaq, 3-lə 1-in cəmi 4 vurdum 2-yə 8. İstəyirsiniz bunu bir entlə verim, yanaşı görək cavabları. 6, 8-in cəmi 14, 28. Yəni bu formada nəticələr verməlidir. Və nəticələrə baxsaz tamamilə doğrudur. Demək ki, gözəl insan, bax bu yazı işini yazmaq üçün bizim cəmi 4 sətrə ehtiyacımız var. 4 sətrə, 4 sətrə qəbulun bir yazı işi hazırdır. Bu bir qayda. 4 iyun 2023-cü il qəbulunda da bir sual var siyahı ilə bağlı yazı işlərində. İndi bunlara baxacağıq əlbəttə ki, zaman-zaman. İndi hələ ki bizim mövzumuz siyahılardır. İstəyirəm ki, bunları da sizə göstərim. Dövr operatorundan istifadə etməklə siyahısındakı elementlərdən tam ədədlərin kvadratları olanları çap edən proqram. Məsəl üçün 4 tam ədədin kvadratıdır 2. 9 tam ədədin kvadratıdır 3-ün yəni. 16 ödəyir. İndi gəlin baxaq. Ctrl C. Ataq bu siyahını bura. Ataq bu siyahını bura və bunu da alaq şərhə. Deməli, dövrə girməliyik də bu öz yerində. For i in a. Aldım i'lərim. İndi ədədin tam olub olmadığını necə yoxlamaq olar? Yəni tam ədədin kvadratı olub olmadığını necə yoxlamaq olar? Ondan bir kök alaram. Kök alaram. Və o kök tam ədəddirsə, demək ki, tam ədədin kvadratıdır da. Onda yazaram ki, if əgər i ulduz ulduz 0.5 bu ifadə kök aldım. Kök aldım. Əgər bu kök aldığım ifadə tam ədəddirsə, demək ki, problem yoxdur. Məsələn, 3-dən kök alsam, alacam 1 tam 4 neçəsə. Demək ki, 3 nəyinsə kvadratı deyil. Yəni, hansı bir tam ədədin kvadratı deyil. Amma 4-dən kök alsam 2 tapacam və 2 tam ədəd olduğuna görə, demək ki, 4 2-nin kvadratıdır. Yaxşı, ədədin tam olub olmadığını yoxlayan metodumuz nə idi? Ən gözəl metodumuz faiz 1 bərabər 0. Olarsa print i. Faiz 1 ən gözəl metod. Ədədi 1-ə böləndə qalığımız ədəd kəsr ədəddirsə qalıq vergüldən sonraki hissədir. Tamdırsa vergüldən sonraki hissə 0-a bərabər olacaq. 0 0-a bərabərdir. Bəli verəcək ekrana. Bu formada çap etsək, fikir ver, ekrana görün hansı nəticələr getdi. 4, 9 və 16 ədədin tam olub olmadığını yoxlayan metod. Bu metod birdən deyərsən ki, mənim yada düşmür. Bu bizim testlərimizdə, kitabımızdan, testlərdən səhv xatırlamıramsa, elə şərt operatorlarında belə bir testimiz var idi və orada mən sizə qeyd elədim ki, bax 70-ci sual fikir verirsənmi? Proqram işə salındıqda 4.7 qiymət daxil edilsə nəticə nə olar? Float input A faiz 1 sıfırdırsa yes, else no. Nədir A faiz 1? Faiz 1 bizə kəsr hissəni qaytarır. 4.7-ni faiz bilərsən 0.7 qaytaracaq. Əgər 0.7 0-a bərabərdirsə, onda nədir? 0-dan fərqlidirsə, demək ki, bu floatdır da. Elədir. Yoxdursa, demək ki, float deyil. Yəni tam ədəddir. İndi bax, burada 4.7 faiz 1 0-dır, xeyr. Onda çıxacaq no. Yəni tam ədəd deyil. Məsələn, bura 4 daxil etsəydim. 4 faiz 1 0-dır, bəli. Onda tam ədəddir. Yəni ədədin tam olub olmadığını yoxlayan bir proqram bax burada 70-də var. 70-də var. İndi həmən məsələ gəlir bax bu yazı işində, bu qəbulda bizim köməyimizə gəlir. Kvadrat kök alıram, faiz 1 edirəm. 0-dırsa demək tam ədəddir. Bu formada nəticəni almış oluram. Belə bir izah. Daha sonra istəyərdim ki, sizlərlə baxım 22 iyul 2023-cü ildə qəbula düşmüş daha bir siyahı sualı. Dövr operatorundan istifadə edərək siyahısının tək indeksli elementləri ilə cüt indeksli tək elementlərinin ədədi ortasını çap edən proqramı Python dilində yazın. Gəlin bunu biz buradan ümumi formada götürək ki, məsələnin şərti də bizim yadımızdan çıxmasın. Və bunu neyniyək? Buradan da buradan götürək. Ataq
Ura və bunları da ataq şərhə. Və görək nədir? Dövr operatorundan istifadə edərək, yəni zaten desən də deməsən də biz dövrdən istifadə edəcəyik o öz yerində. Siyahının tək indeksli elementləri ilə cüt indeksli tək elementlərin əldə ortası. Demək, burada indeks məsələsi varsa, biz dövrə girməliyik for i in range ilə, gözəl insanlar. Əgər məsələn şərtində indeks deyirsə, for in range ilə dövrə girəcək və yazıram for i in range. For in range. Bu dəqiqdir. Len aya qədər. İndi görək ki, bizdə şərtdə nədir və əvvəldən nə götürməliyik də? Cəm var, hasil var, nə var? Görək nədir? Tək indeksli elementləri ilə cüt indeksli tək elementlərinin əldə ortası. Əldə orta üçün bizə cəm lazımdır. Əldə orta üçün bizə say lazımdır. Və yoxlayaq. Yoxlayaq. Əvvəlcə tək indeksli elementlərini tapaq. If i faiz 2 bərabər 1 olarsa, bax bu yazılışda bir daha qeyd edirəm, dönə-dönə qeyd edirəm. İ'nin aldığı qiymətlər 0, 1, 2, 3, 4, 5, 6. Yəni indekslərdir, indekslərdir. Çaşma. Və mənə tək indeksli elementlər dediyinə görə i faiz 2 1-dirsə, tək indeksli elementlərdir. Tək indeksli elementləri ilə cüt indeksli tək elementlərin əldə ortası. Hə, tək indeksli elementlər isə bunları cəmləyək. Cəm bərabərdir. Cəm üzərinə gələk A kvadrat mötərizə i və say bərabərdir. Say üzərinə gələk 1. Tək indeksli elementlərini cəmlədim və saydım. Tək indeksli elementlərini cəmlədim, saydım. Elif. Elif. Deyir ki, cüt indeksli tək elementləri, cüt indeksli tək elementləri, cüt indeksli tək elementləri. Yəni i faiz 2 bərabər 0 and və eyni zamanda indeksin cüt olmağı bəs eləmir. Tək elementlər həmçinin də. AI faiz 2 bərabər 1. Cüt indeks i tək element AI faiz 2 bərabər 1 olarsa, cəm bərabərdir. Cəm üzərinə gələk AI, yerində cəmlədim onları və say bərabərdir. Say üzərinə gələk 1. Hamısını eyni cəmə, eyni saya yığdım. Onsuz da yekunda biz onları bir-birinə bölməliyik. Ona görə də orta bərabərdir cəm bölək say və print orta. Yekunda da həmən cəmi saya böldüm. Belə bir nəticə alındı. Tam bölünən bir şey deyilmiş yəqin ki. Bu formada yenə də qəbula düşmüş bir sualı normal bildiyimiz, burada əlavə heç bir şeyə, yəni xüsusi bir alqoritmə metoda ehtiyac yoxdur. Bildiyin for in range dövrüdür. Tək indeks elementlərini cəmlədik, saydıq. Cüt indeksli tək elementlərini cəmlədik və saydıq. Yekunda cəmi saya böləndə də Müəllim, bizə 2 dənə şey verməli deyildi, print orta. print orta 2 dənə. Yəni şey, yəni həm o Orada bizdə nə istəyir? Deyir ki, siyahının hə, tək indeksli elementləri ilə cüt indeks tək elementlərinin əldə yəni ortasıda. ayrı-ayrı baxmır. Məsələn, tək indeksli elementlərin sayın, məsələn, cəmin bölürük sayına, sonra e, cüt indeksli tək elementlərin də cəmin bölürük sayına. Yox mu? Burada axı ayrı-ayrı istəmir məncə. Tək indeksli elementləri və cüt indeksli tək elementləri. Bunların əldə ortasını istəyir bizdən. Oldu mu? Yəni sualdan mən elə anlayıram onu. Sənin fikrini də əslində anladım nə demək istəyirsən, amma məncə sual bizdən bir nəticə istəyir. Bunu da qeyd edeyim. Başqa bir nümunə yenə də nə ilə bağlı? Dövr operatorundan istifadə etməklə siyahısının elementlərinin əldə ortasından böyük olan. Bunu bir variantını elə mən yazdım bayaq onsuz da. Kiçik olanları yazdım. Mən sadəcə deyirsən orada əgər səhv xatırlamıramsa. Əldə ortasına. Hə də bax burada orta. Mən burada kiçikləri yazmışdım. Orada böyük olanlar deyil. Yəni bax bu qayda ilə o da bir qəbul sualıdır. Həll etmək olar. Ona görə təkrarçılıq olmasın deyə onunla bir iş görmürəm. Və və bu formada dövrlərlə bağlı məsələlər.
Gəlin dövrlə bağlı bir məsələyə də baxaq sizlərlə. Bir məsələ də qoyaq qarşımıza. O nədir? Bax, bayaqdan biz misalları, nümunələri verəndə siyahını özümüz təqdim edirik və sualın şərtini deyir ki, verilmiş A siyahısı. Bax, görürsə, hamısında siyahılar əvvəldən verilib. Amma bu həmişə belə olmaya bilər. Bizdən tələb edə bilər ki, siyahını özümüz daxil edək. Yəni, bu tipdə sual nə deyəcək? Deyəcək ki, n sayda elementdən ibarət olan siyahının ardında yazmıram. Nəsə bir şərtlər verəcək də, məsələn, elə deyək ki, yuxarıdakı şərtimiz n sayda elementdən ibarət olan siyahının cüt indeksi tək elementləri ilə, nəm tək indeksi cüt elementlərin, nəm ədədi ortası və s. və ilə axır. Sadəcə məsələ nədir? N sayda elementdən ibarət olan siyahı, hanı o siyahı? Da verilmiş A siyahısı demir. Verilmiş deyirsə sənin onunla işin yoxdur. Yəni vermişəm sənin siyahını. Sən qalan hissəni yazmalısın. Amma n sayda elementdən ibarət olan siyahı desə, biz onu özümüz yaratmalıyıq. Yəni mərhələ-mərhələ göstərirəm. N bərabərdir int input. Və bu bizdə mötərizə, yəni dırnaqda yazım say çaşmaya. Və bir dənə A boş siyahısı götürürəm. Demək burada məsələ nədir? N dəfə dövrə girmək, ədəd daxil etmək. Bizim kitabımızda 72-dən 76-ya qədər olan şablonlarımız səhifə 42 əgər səhv xatırlamıramsa, bax 72-dən 76-ya qədər olan şablon. N dəfə dövrə girib ədəd daxil etmək. Sadəcə bir fərq nə olacaq burada? Həmən ədədləri siyahıya atacam. Ona görə yazıram for i in range n dəfə dövrə girirəm. N sıfırdan n-ə qədər. Ədəd daxil edirəm. Məsəl üçün k bərabər deyək də fərq eləməz. X bərabər olsun. X bərabər int input. O bizim ədədimizdir. Bunu da yazım çaşmaya. Və həmən ədədi atıram siyahıma a.append x və print a. Və bu formada n sayda elementdən ibarət olan siyahının hazırlanması. Sayı daxil etdim, say qədər dövrə daxil oldum, ədəd daxil etdim, daxil edən kimdə append siyahının sonuna əlavə etdim. Əlbəttə ki, siyahı boş olduğuna görə birinci x gəlir düşür bura, ikinci onun arxasına, üçüncü onun arxasına və gəlin proqramı run edək və nəticəni görək. Bax, burada bizdə say tələb edir. Məsələn, 5 dənə ədəd daxil edəcəm. Deyir ədədləri verirəm. 14, məsələn. 256, 236, 447, nə bilim 52 bu formada və verdiyim o 5 ədəddən ibarət siyahı hazırdır. Bu formada yazmaq olar. Və yaxud da eyni mənaya gələn daha şey variantda da yazmaq olar ki, A bərabərdir boş bir siyahı for i in range getsin haraya qədər? Int input'a qədər. Bax, bu sənin olsun sayın. Zaten orada yuxarıda yazmamısan n bərabər int input for in range n. Elə o n'in int inputunu birbaşa atıram bura. Qoşan nöqtə. Və deyirəm ki, a-ya nöqtə append elə nəyi? Yenə də int inputu. Bu formada. Yəni onsuz da burada yazmışsan ki, x bərabər int input a.append x. Həmən o x-i birbaşa int input elə burada da bu formada da yaza bilərəm və print a daha az sətirdə eyni mənaya gəlir onsuz da, amma daha az sətir. Məsələn 4 dənə ədəd daxil edirəm. 14, 52, 2, məsələn 6 bu formada və həmən ədədlərdən ibarət bir siyahı yaranmış olur. Bu da başqa bir nümunə. Və bunları deyəndən sonra istəyərdim ki, 2024-cü ildə 2 iyun tarixində DİM tərəfindən qəbula düşmüş bir suala baxaq. Yazı işlərindən söhbət gedir burada. Və burada nə deyir? Deyir ki, elementləri klaviaturadan daxil edilmiş n sayda, fikir versən, bayaqki məsələdir. N sayda tam ədəddən ibarət iki eyni uzunluqlu siyahının, yəni birində 5 element olacaqsa, o birisində 5 element olacaq. Eyni indeksə malik elementlərini toplayan və alınmış ədədlərdən ibarət yeni siyahı yaradaraq çap edən proqramı Python dilində yazın. Burada fərqli cür yanaşmaq olar əslində məsələyə. Mən tam mərhələ-mərhələ yazacağam ki, gedişat aydın olsun. Demək, bura nədir? Demək, bizdə nə lazımdır? Birincisi, n bərabər int input. Bu bizdə saydır. N sayda element olacaq. Birinci siyahımız olsun A siyahısı, ikinci siyahımız olsun B siyahısı.
N dəfə dövrə girib bunlara ədədlər daxil etməliyik. Ona görə bayaqki qaydanı yazıram ki, for i in range n-ə qədər qoşa nöqtə və deyək ki, a nöqtə append int input, b nöqtə append int input. Hələ ki, mən nə edirəm? Print yazıram a və print yazıram b. Bu məsələni həll etmir, sadəcə mərhələləri göstərim ki, bu nə iş gördük burada? Deyək ki, burada bir say daxilləyəcəm. Məsəl üçün 4. Demək ki, A siyahısının da 4 elementi olacaq. B siyahısında 4 elementi olacaq. Yəni, yekunda mən 8 ədəd daxil etməliyim. Məsəl üçün, daxil edək 1, 2, 5, 7, 8, 6, 3, nə bilim 6 bu formada. Bax, A siyahımız nədir? 1, 5, 8, 3. B siyahımız nədir? 2, 7, 6, 6. Bu formada ədədlərimizi A və B siyahılarına yığdıq. İndi bizdən məsələ nə istəyir? Deyir ki, siyahının uyğun, eyni indeksə malik elementlərini toplayan və alınmış ədədlərdən ibarət yeni siyahı yaradaraq çap edən proqram. Yəni, gözəl insan, nümunəyə baxsa, 1 ilə 2-ni toplasın, 3, 5 ilə 7, 12, 8, 6, 14, 3, 6, 9 və bunları yeni bir siyahıya yığsın. Məsələ budur yəni. Ona görə gəl belə eləyək. Mən indi printləri pozuram, zaten bunu görmək üçün vermişdim. Deyək ki, bir C siyahısı götürək və girək dövrə for i in range. İndeks dediyinə görə range-dən girirəm. Burada hər bir siyahıda n sayda element olduğuna görə n dəfə dövrə girə bilərəm. Len A da yaza bilər, len B də yaza bilərdim, sıxıntı yoxdur, eyni cür yazmaq olar. Və nə edirəm? Demək, yazaq belə, cəm bərabərdir, mərhələli yazıram. Bax, burada i-nin qiymətləri mən bir daha da təkrar edirəm. 0, 1, 2, 3. 4 də element var. N 4-dür də bizdən. Sayı, yəni misala əsasən deyirəm, yəni nə istəsək verə bilərik. Misalda biz 4 vermişik. Yəni misala əsasən n-imiz 4-dür. Onda cəm bərabər nə? A siyahısının birinci, sıfırıncı indeksində duran elementi A0. Üzərinə gələk. A0 yox, AI. Bu formada çünki i-nin birinci qiyməti 0-dır. Üzərinə gələk BI, gözəl insan. I onsuz da 0-dır. Onu A-ya versən, A-nın 0-cı indeksində olan elementi götürəcək. B-yə versən, B-nin 0-cı və toplayacaq. Aldığın cəmi də ad, hara, C.append cəm və print cəm. C daha doğrusu. Bu formada verə bilərəm. Dövrə girdim. Eyni dövrün içində foreign range onsuz da indeksi 0, 1, 2'dir. A 0 olanda gelir bunun 0. indeksini götürür. B 0 olanda bunun 0.sını. A 1 olanda bunun birinci indeksi, B 1 olanda və onları cəmləyir atır C siyahısına. Və gəlin icra edək. Gəlin icra edək proqramımızı. Demək, say uzatmıram. 3 dənə element eləyəcəm hər siyahıda. Onda 6 dənə ədəd məndən istəyəcək. Deyək ki, 4, 7, 8, 6, 9, belə boşluq getdi, ona görə səhv getdim. Təkrar alaq. 3, 4, 4, 8, 7, 5, 6, 3, belə bir şeylər. İndi bax, bizim aldım 12, 12, 9. Düz olub olmadığını görmək istəyirsən, gözəl insan. Ver bura print A, ver bura print B. Görək ki, düzdür yoxsa yox. Düz işləyir yoxsa yox. Məsələn, 3 dənə hərəsində olsun. 7, 8, nə bilim 6, 5, 2, 3, belə bir şeydir. Bax, 7 ilə 8-in cəmi 15. 6 ilə 8-in cəmi 14, 2 ilə 3-ün cəmi 5. Bu formada yazmaq olar. Fərqli cürdə yanaşmaq olardı əslində bu məsələyə. Elə birinci dövrdə əlavə edib birbaşa cəmləyib C-yə də atmaq olar. Sadəcə məsələnin şərti deyir ki, n sayı tam ədəddən ibarət 2 eyni uzunluq siyahı. Ona görə mən qaydaya uyğun olaraq o 2 siyahını əvvəl hazırladım, mövcud oldu o siyahılar. Daha sonra təzədən bir də dövrə girib onları cəmləyib C siyahısına atdım. Bu formada yaza bilərik. Siyahılarla bağlı dövr məsələlərini burada mən yekunlaşdırıram danışığımı. Diqqətinizə görə təşəkkürlər.